Misalda soruşulur ki, 5'e bölünən neçə dənə 2 rəqəmli ədəd var? Sayaraq tapmaq çox zaman alar. Gəlin düsturunu tətbiq edək. Deməli, bizə verir ki, 2 rəqəmli ədədlər. 2 rəqəmli ədədlər neçədən başlar? 10-dan 99-a qədər. Amma bizə hansılar lazımdır? 5'ə bölünənlər. 5'ə bölünənlər olduğu üçün biz bu aralığı daha da kiçildirik. Ancaq 5'ə bölünənləri yazacağım. İlk olaraq ən birinci onun özüdür. 5'ə bölünən 2 rəqəmli ədəd. Ən axırıncı 99 yox, buradan 95'i götürməliyəm. 10 və 95'dən ibarət sərhəddi düzəltdim. Sərhədlərdən ibarət aralığı yazdım. Bundan sonra bu aralıqda neçə dənə 5'ə bölünən ədəd var, onu tapmalıyam. Nə etməliyik? Sağda yazılan ədəddən solda yazılan ədədə çıxmalıyam. 5'ə bölünən dediyi üçün normalda 10, 15, 20, yəni 5 vahiddən bir gəlir. Biz bu fərqi 5'ə bölürük və son olaraq da üstünə bir gələrək doğru cavabı tapacaq. 95'dən 10 çıxıb 5'ə bölünən 17, üstünə də bir gələrək cavab olacaq 18. Və soruşsaydı ki, 5'ə bölünən neçə dənə 3 rəqəmli ədəd var, bu zaman necə tapardıq və cavab neçə olacaq?